Mədə kiçiltmə əməliyyatı nədir və bu əməliyyat əsnasında mədənin hansı hissəsi kəsilir, eyni zamanda hansı mexanizmə ilə əməliyyatdan sonra insanların əvvəlkinə görə iştahı da azalmış olur. Bax, bu olsun bizim ağzımız, bura olsun bizim qida borumuz. Ağız qida borusu, bura olsun bizim mədəmiz. Bu mədənin girəcəyi, bu isə mədənin çıxacağı. Biz mədə kiçiltmə əməliyyatında mədənin çıxacağından 4-6 santim buraxdıqdan sonra bu hissəni kəsirik. Bu isə bax, bu işarətlədiyim yer xəstədən xaric etdiyimiz, çıxaracağımız mədə segmenti olur. Geridə isə sadəcə bu işarətlədiyim yerin sol tərəfində qalan mədə hissəsi olur. Bu isə çıxarılan yer təxminən 80-85% mədə həcmi olur. Burada həm xəstənin mədəsinin həcmi kiçilmiş olur, eyni zamanda bizim aclıq hormonumuz var, qrelin hormonu. Bu hormonun biz niyə acırıq? Qanımızda qrelin hormonu yüksəldiyində. Bu hormonun təxminən 90%-i normal insanlarda mədənin böyük büküşündən ifraz olunur. Biz mədənin bu hissəsini xaric etdiyimizdə, kəsib kiçiltdiyimizdə həm mədənin geriyə qalan çox az həcmi qalmış olur, həm də aclıq hormonunun ifraz olduğu, 90%-in ifraz olunduğu yeri də kəsib götürmüş oluruq. Yəni, bir mədə kiçiltmə əməliyyatı olmuş insanlar həm mədəsi kiçik olduğu üçün yeyə bilmir, həm də qrelin hormonu artıq qanda əvvəlkinə görə 90% azaldığına görə eyni zamanda yemək yeməkdə istəmirlər, iştahı da azalmış olur.